Salam əksərillər, mən Fərid Orduzadə. Yepyeni bir video için karşınızdayım. Deməli, millət Gerizm Avtoservisə, işlədilən servisə. O gün ərzində nə işlər görürük, nələr baş verir, hamısını sizə göstərməyə çalışacağım. Odur ki, izləmədə qalın. İndi gedirik Azadlıq metro stansiyası tərəfə. Yol boyu qısa kadrlar çəkəcəm, göstərəcəm sizlər üçün. Bizə lazım olan marşrut 179 gəlməlidir, adaş yoxdur. Deməli millət, gəldik çıxdıq İşlədilən avtoservisə. 111 avtoservis. Deməli bu avtoservis Mehdabadda yerləşir. Biz petroldan 300 metr ileri gəlsən, Qəbristanlıqla üzbəüzdür. Bizim işlədiyimiz boks içəridədir, prosta tezliyə qapı açılmayıb. Birazdan girib olanızı göstərəcəm. Deməli Mercedes, Hyundai, Kia, avtonom korobka yığılır. Publikdir falan filan, yəni korobka ait hər bir şey yığılır. Yəni belə, səhər gələndə sizə nə varını göstərəcəm sərləşlərdə. Deməli millət, iş yerimiz buradır, servis. Söz yox, yüngül sərgi səhmana ehtiyacı var. O düzələn şeydir. Yəni belə, gördüyünüz kimi. Deməli belə dostlar, W202 kuzov, yəni Teşka dediyimiz avtomobilin sadə korobkası idi. Yağın vaxt keçdiyi üçün bu vəziyyətə düşüb. Yəni göz qabağında buna var. Funksiyonlar, lentadan hansı pislədir? Hələ filtrə bax, maşın bərbad kimdədir yəni. Yenisi əvəz olundu. İdeal şəkildə yola saldı getdi. Döşüncülər gəlib yağını dəyişəcək, su hazır. İdeal yola salacaq gedəcək. Deməli millət, videomuz bura kimi idi. Videomu izlədiyiniz üçün təşəkkürlər. Əgər video xoşunuza gəlirsə videonu bəyənməyi və kanala abunə olmayı unutmayın. Sağ olun.